nə həll eləyə bilmirəm məsələni, nə də tabi olmaq istəmirəm. Onda insan olur nevroz. Yəni, fikir onu rahat qoymur, yuxu pozulur, özünə ümumiyyətlə rahatlıq tapır, bütün bədəndəki sistemlərin hamısı düşür çarpışmaya, hamısı pozulur, biri-birinə qarışır. Elə bir hallar var ki, orada psixoterapevtin yanına müraciət eləmək olar, onunla söhbət eləyib, ürəyini boşaldıb, fikirlərini sahmana salmaq olar. Adicənə hansısa bir tutaq ki, idman növü ilə məşğul olub, bədənin artıq enerjisini, yükünü orada atmaq olar və yaxud düşdüyü mühiti dəyişmək olar. Bununla da özünə rahatlıq tapa bilər. Allah bütün xəstələrimizin hamısına şəfa versin, heç kəs xəstə olmasın və ümidlərini heç vaxt qırmasınlar. Həkimə müraciət eləsinlər, həkim onların dərdinə əlac eləyəcək.